Salam, bu günlər sizə düz xətli bərabər sürətli, düz xətli bərabər yeyinləşən, düz xətli bərabər yavaşlayan hərəkətlərdə sürətin zamandan asılılıq qrafiki və yerdəyişmən zamandan asılılıq qrafiklərinə baxacağıq. Birinci baxaq düz xətli bərabər sürətli hərəkətdə. Düz xətli bərabər sürətli hərəkətdə biz bilirik ki, sürətin qiymət və istiqaməti dəyişmir, sabitdir. Ona görə də Vx-in t-dən asılılığı zaman oxuna paralel düz xəttdir. Yerdəyişmən zamandan asılılığı isə xəttə asılıdır. Düz xətli bərabər yeyinləşən hərəkətdə sürətin və yerdəyişmən zamandan asılılıq qrafiki xəttə asılıdır. Sürətin zamandan asılılığı xəttə asılıdır. Yerdəyişmən zamandan asılılığı paraboladır. Birincidə sürətin istiqaməti müsbət, təcilin istiqaməti müsbət olanda parabolanın qolları yuxarı, sürətin istiqaməti mənfi, təcilin istiqaməti mənfi olanda parabolanın qolları aşağı olur. Düz xətli bərabər yavaşlayan hərəkətdə sürətin və yerdəyişmən zamandan asılılığı, deməli sürət müsbət, bu da xəttə asılıdır, amma zaman oxuna yaxınlaşır. Sürət müsbət olanda təcil mənfi, parabolanın qolları aşağı, sürət mənfi olanda təcil müsbət, zaman oxuna yaxınlaşır. Parabolanın qolları yuxarı. Bu qədər uşaqlar, sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.